və mehriban Allahın adı ilə Ramazan ayının artıq 27-ci günündəyik ki, Ramazan ayının bu günü bəzi rəvayətlərə görə çox fəzilətli günlərdəndir ki, Ramazan ayının bu gecəsində də müəyyən əməllər vardır. Fəzilətli olması ilə barədə də çoxlu hədis və rəvayətlər də gəlmişdir ki, ümumiyyətlə Ramazan ayının son 10 günlüyü çox mübarəkdir. Çünki mütləqdir ki, Qədr gecəsi bu son 10 günlükdə qeyd olunmuşdur, vurğulanmışdır ki, Allaha xitaban buyurular ki, işlərimi çətinliklərdən asanlığa doğru yönət. Dualarda buyurulur ki, Allaha xitaban Ramazan ayının dualarından. Baxın, hamımız mütləqdir ki, bir çətinlikdəyik. Çünki bu dünya müvəqqəti bir dünyadır. Əbədiyyata qovuşacağımız üçün bu dünya bizim üçün bir körpü sayılır. Və biz istəyirik bu dünyada rahat yaşayaq. Problemlərdən, çətinliklərdən, müşkillərdən uzaq olaq. Amma dərk eləməliyik ki, Allah Taala bu dünyanı sınaq, imtahan yeri, məkanı qərar veribdir. Əgər Yaradan bizi imtihan eləyirsə, sınağa çəkirsə, bu demək deyil ki, Allah bizi tanımır. Xeyr, Allah Yaradandır və biz onun bəndələriyik. Mütləqdir ki, Allah bizi tanıyır. Allahın bizi imtihan etməkdə məqsədi nəinki bizi tanımaq, bəlkə də bizi ən gözəl məqama, ən gözəl nemətlərə sahib elətdirməkdir ki, həqiqətən də bu mübarək ay bizlər üçün bir fürsət olmalıdır. Əziz müsəlmanlar, ixlasla, riyadan kənar olmaqla çalışaq özümüzü, ailəmizi, ətrafımızı, nəfsimizi bütün pisliklərdən paklayaq. İbadət ilə, dua ilə, xeyirxah əməllər ilə çalışaq ki, bu yolda sabit qədəmlərdən olaq inşallah.